Müğənni fəaliyyəti ilə məşğul olan Asiya Məmmədli sevgilisi tərəfindən döyüldüyünü iddia edib. Publika az xəbər verir ki, Asiya Məmmədli Milli Azı açıqlamasında bildirib ki, sevgilisi Emil Babayev adlı şəxs tərəfindən döyülüb. Onun sözlərinə görə dəfələrlə Emil Balayev tərəfindən hücumlara məruz qalıb. Sonuncu dəfə isə onun tərəfindən döyülüb və hətta Emil Balayev onu bıçaqlamaq da istəyib. Digər şəxslərin müdaxiləsindən sonra isə bunun qarşısı alınıb. Hazırda ağır xəsarətlər aldığını bildirən müğənni xəstəxanaya yerləşdirildiyini qeyd edib. Kirvəsi Veysel'den. Gəlir məni bu vəziyyətə salır, yenə döyüb, heç kimdən qorxmuram deyir. Mənim arxamda duran var, getməyini sən deyirəm. Hələ səni bıçaqlayacağım, axşam yenə məni döyəni bıçaqlayırdı. Qoymadılar yanımda ki, dostlarımız pis vəziyyətdəyim, mən dəfələrlə şikayətə müraciət edirəm, xəstəxanalara. Yenə baxan yoxdur, mən bu adamı istəmirəm, həyatımdan çəkilsin. Dözə bilmərəm, mənim 2 evladım var, mənə ölməkdən çatdırıb. Mən bu vəziyyətdə dözə bilmərəm. Bütün cəmaat içində biabır olmuşam. Polisləri söyür, təhqir edir, heç kimdən qorxmadığım deyir. Xahiş edirəm sizdən, bu adam haqqında tədbir görün.